Salam, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi, oktyabr ayının 28-də Nəsimi rayon polis idarəsinə Mahmudzadə Elvin Nadiroğlu, Məmmədov Səbuhi Kamranoğlu və Əhmədov Samir Əlioğlu, bax, burada da fotolarını görürsünüz. Maraqlarımız üst-üstə düşmədiyinə görə böhtan xarakterli bir şikayət vermişdilər Nəsimi rayon polis idarəsinə ki, güya mən onlardan müxtəlif məbləğlərdə pul alaraq müxtəlif vədlər vermişəm. Güya Mahmudzadə Elvindən 15.000 manat almışam, ona torpaq ayrılması üçün vəd vermişəm. Güya Səbuhi Məmmədovdan 10.000 manat almışam, ona əlillik təyinatı aparılması üçün. Güya digər şəxs Samir Əhmədovdan 1000 manat alıb ona sənəd vermişəm. Və bunları şikayətləri edərkən onlar saxta sənədlərdən mənim adımdan hazırlanmış kompüter proqramı vasitəsilə imza və möhürdən istifadə etmişdilər. Mən işi araşdırmasını aparan Nəsimi rayon polis idarəsinə və Nəsimi rayon prokurorluğuna öz dərin minnətdarlığımı bildirirəm ki, işi ədalətli apardılar. Araşdırma uzun müddət getsə də, may ayının 1-də barəmdə verilmiş şikayətin əsassız olduğu üçün cinayət işinin başlanmasına xitam qərarı verildi. Bir daha Nəsimi rayon polis idarəsinə və Nəsimi rayon prokurorluğuna öz minnətdarlığımı və təşəkkürümü bildirirəm ki, ədalətli qərar çıxartdılar. Və bu da o deməkdir ki, Mahmudzadə Elvin bu dəfə də alınmadı. Sən və sənin belə deyək də tərəfdaşların olan Samir və Səbuhi bu dəfə də məni haqsız yerə şərləyib cəzalandıra bilmədiniz. Çünki mən dövlətimin qanunlarının aliliyinə inanıram və qanunların şah olduğuna, şahın qanun olduğuna yox. Təbii ki, qanunlar hər şeyi tam dərinliyi ilə araşdırılmasını tələb etdiyinə görə araşdırma bu qədər sürə çəkdi. Demək olar ki, 28 oktyabrdan mənim ad günümdən siz mənə sürpriz eləmişsiniz ad günümə, çox sağ olun, ad günüm məndən şikayət eləmişsiniz. Ta ki, may ayının 1-nə qədər. Bütün detallar araşdırıldı, araşdırmanın nəticəsində barəmdə cinayət işinə xitam verildi. Amma sizə daha böyük bir sürprizim var. O sürprizi çox yaxında hər birinizə və ictimaiyyətin nəzərinə çatdıracağam. İzləmədə qalın, səhifəmə abunə olun. Sizə etdiyim sürprizlərlə